Salam dostlar, necəsiz? Bugün sizlərlə birlikdə 7-ci sinif biyologiya, ikincisi səhifə 18-in tapşırıqlarını sizə başa salacağım. Öyrəndiklərinizi tətbiq edin, uyğunluğu müəyyən edin. İlk öncə yazaq 1, 2, 3, 4. Gəldik dostlar, bir də belə bir şeydir, bir də milçəkdir, 1-ə 3 gedir. 3-ə də dostlar yürüyücü ayaqdır, ona görə də 1-ə 3, 3-ə də B gedir. 2-də danadişin ayağıdır. Buna gedir 1. 1-ə də gedir dostlar. Üzücü ayaqlar. 2-yə 1, 1-ə də C. 3-də dostlar çəyirtkədir. 2-yə aiddir. Dostlar o da tullandırıcı ayaqdır. Buna A gedir. 4-də elə qazıcı ayaq deyəndə üzər böcəkdir. Elə buna 4 getdi. 4-ə də D getdi. 1-ə 3, 3-ə B, 2-yə 1, 1-ə C, 3-ə 2, 2-yə A, 4-ə 4, 4-ə elə D gedir. Sizcə bu müxtəlifin meydana çıxması nə ilə əlaqədardır? Dostlar, yaşadıqları mühitlə əlaqədardır. Daha hansı həşəratlar bu tipli ətraflara rast gəlmək olar? Dostlar, arılar, böcəklər, birələr və s. İki şagird kolleksiyadakı əqrəbə baxır. Şagirdlərin biri xərçəngçimlərin, digəri isə örümcəklərin nümayəndələrinə aid olduğunu iddia edir. Sizcə hansı şagird düzgün fikirləşir? Fikirlərinizi əsaslandırın. Dostlar, hörümcək kimlərə aiddir? İndi 2 keçdik. Çay xərçənginin öz inkişafında ilkin mərhələsində vaxtaşırı qabıq dəyişdiyi məlumdur. Yetkin fərddə isə qabıq dəyişmə baş vermir. Necə düşünürsünüz? Bunun səbəbi nədir? Dostlar, xərçəngçimlər balaca olduqda, yəni ilkin mərhələsində daima böyüyür. Böyüdükdə də həmin bədənin ölçüsü həmin qabığın içərisinə yerləşmir. Buna görə də vaxtaşırı qabıq dəyişməsi baş verir. O amma yetkin bir fərd olduqda bədəni qabıq ilə eyni olduğu üçün qabıq artıq dəyişmə baş vermir. 3 qurudulmuş buğum ayaqlılar bədən formasını saxlayır. Bunu necə izah etmək olar? Çünki dostlar, onlar xarici skeletdən ibarətdir. Bu qədər dostlar, sağ olun, salamat qalın. Belə videoların çox gəlməsini istəyirsinizsə abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.